pəhrizdəsiz, çəki getmir. Dayanıb da uzun müddət pəhrizdəsiz. 1 ay, 2 ay, 3 ayda pəhrizdəsiz. Şirniyyat falan heç bir şey istifadə eləmirsiniz. Hər şey superdir. İstifadə edin. 1 gün, 2 gün, 3 gün şirniyyatdır. Biraz yeməyin miqdarını çoxaldın. Çünki şirniyyat olmayanda, şəkər olmayanda, çox sağ olun Elizad. Şəkər olmayanda, şirniyyat olmayanda, karbohidrat olmayanda orqanizm başlayır yoxsulluq çəkməyə. Yoxsulluğun içərisində qənaət var. Və qənaət etdikcə bir müddətdən sonra çəkilər getmir. Amma ona bir varlıq yaşadanda, istədiyinizi bir gün içərisində heç olmasa istifadə edib yeyəndə metabolizm başlayır sürətlənməyə. Ona görə də uzun müddətli diyeti bir müddətlik, bir günlük, 2 günlük geri qayıtmaq şərtindən poza bilərsiniz. Bu sizin çəki vermə prosesinizə çox gözəl təsir göstərəcək. Bir də görürsünüz ki, çox uzun bir müddət diyetdəsiz, çəki getmir, axşamına yemək yediniz. Yemək yaxşı yemişsiniz ha özdə. Çıxırsınız tərəzinin üstünə, gözləyirsiniz ki, kökəldim də mən. Bir də görürsünüz çəkiniz əksinə gedibdir. Belə bir şeylər yaşanır. Özüm yaşamışam.